Vaxtınız xeyirli uğurlu olsun değerli izleyicilerimiz. Yeni videomuzda hər birinizi salamlayıram. Hal-hazırda yenə Mərdəkandayam. Gəlmişəm sizlərə 2 dənə qəşəng bir bağ təqdim eləməyə. Harda yerləşməsindən danışacağım. Qeyd etdiyim kimi Mərdəkanda Qədim Qəbələ restoranı, Yaban restoranının yaxınlığında ana yoldan sadəcə 100 metr məsafədədir. Yolu çox qəşəng, rahat asfalt yoldur. Bu bizim birinci evdir. Birinci bunu çəkib göstərəcəyik. Amma həmən yanında bir dənə də ev var. Təbii ki, onu digər videomuzda görəcəksiniz. Əgər qohumunuzla, qardaşınız, bacınızla almaq istəyirsinizsə, çox əla bir seçim olacaq. İndi gedək evin içi ilə tanış olaq, həyətlə tanış olaq. Hazırda daxil olduğu evin həyətinə gördüyünüz kimi qapıdan girişdə avtomobil saxlaya biləcəyiniz böyük bir ərazisi var. Həyətin işıqlandırma sistemi də çox qəşəngdir. Daxil olan kimi sol tərəfdə hovuz üçün belə bir yer ayrılıb. Yəni gələcəkdə istəsəniz hovuzunuzu tikə bilərsiniz. Digər tərəfdə də istədiyiniz cür stol stulunuzu yerləşdirməyə, yay və qış mətbəxi tikmək üçün ideal bir yer var. İndi isə istəyirəm evin içinə daxil olaq. Gördüyünüz kimi ev 2 mərtəbəli və tam olaraq monolit tikilidir dəyərli izləyicilərimiz. Qarşı tərəfində də buranı da teras kimi təbii ki istifadə edə bilərsiniz. İndi keçək evin içi ilə tanış olaq. Onu da qeyd edim ki, həyətimiz 4,5 sot torpağın içindədir. İndi gedək 220 kvadratlıq evimizin içi ilə tanış olaq. Daxil olduğu evin içinə daxil olan kimi bizi belə qəşəng bir hol qarşıladı. Dolabları da hazır vəziyyətdədir. İsə keçdiyi qonaq otağına göründüyü kimi qonaq otağı, mətbəx bərabərdir və ev yiyəsi heç bir əşyaları özü ilə aparmayacaq və evdə bütün əşyalar göründüyü kimi brend markalardır. Hər biri LG-nin, Bosch-un, Samsung firmalarınındır. Bunlar hamısı qalacaq dəyərli izləyicilər. Döşəmə də isti döşəmədir. Burada onu da qeyd etmək istəyirəm ki, mətbəx və qonaq otağından həyətin terasına çıxış mövcuddur. Birinci mərtəbənin ümumi sanitar qovşağıdır. İndi isə gəlin qalxaq, görək ikinci mərtəbədə nələr var. İndi isə qalxdıq evin ikinci mərtəbəsinə, görək ikinci mərtəbəmizdə nələr var. İkinci mərtəbəmizin ümumi sanitar qovşağıdır. Mərtəbəmizdə 3 ədəd yataq otağı var. Bu birinci yataq otağı. Ən böyük yataq otağımız budur. 30 kvadratlıq. Bütün əşyaları da var. Evimizin ikinci yataq otağıdır. Gördüyünüz kimi hər biri çox genişdir. Burada 25 kvadratdır. Sonuncu 20 kvadratlıq yataq otağımız. Son olaraq qeyd edim ki, qaz, su, işıq daimidir, sənədləri qaydasındadır, kupçası da var və ev şəxsi tikilidir dəyərli izləyicilərimiz. Elə ev yiyəsinin də nömrəsini qeyd edirik, zəng eləyin, əlaqə saxlayın, gəlin elə yerindəcə baxın. Evin start qiyməti isə 410 min manatdır. Təbii ki, real alıcılarımıza endirimlərimiz